Dövlət Gömrük Komitəsində yeni təyinat. Gəncə Gömrük İdarəsinə yeni rəis kimdir? Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə kadr dəyişikliyi həyata keçirilib. Belə ki, Yevlax Gömrük postunun rəisi vəzifəsində çalışmış Nazim İsayev Gəncə Gömrük İdarəsinin rəisi təyin olunub. Məlumata görə, bu təyinat gömrük sistemində aparılan struktur dəyişiklikləri və idarəetmənin gücləndirilməsi çərçivəsində baş verib. Nazim İsayev daha əvvəl Yevlax Gömrük postunda rəhbər vəzifədə çalışıb və bu müddət ərzində gömrük prosedurlarının icrası ilə məşğul olub. Lakin yeni təyinat ictimaiyyətdə təkcə vəzifə dəyişikliyi ilə deyil, həm də Nazim İsayevin ailə əlaqələri ilə bağlı müzakirələrə səbəb olub. Yeni Sabah saytının gununsesi.info-ya istinadən yaydığı məlumata əsasən, Nazim İsayev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qaynıdır. Bundan başqa o, hazırda Bərdə rayonunun icra başçısı olan Vidadi İsayevin kürəkəni kimi də tanınır. Bu cür məlumatlar adətən cəmiyyətdə maraq doğurur və sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olur. Xüsusilə də dövlət qurumlarında aparılan kadr təyinatları zamanı şəffaflıq və peşəkarlıq məsələləri ictimai diqqət mərkəzində olur. Qeyd edək ki, rəsmi qurumlar tərəfindən təyinatın səbəbləri və ya namizədin peşəkar fəaliyyəti ilə bağlı əlavə açıqlama verilməyib. Adətən bu kimi təyinatlar xidmət fəaliyyəti, idarəçilik təcrübəsi və daxili qiymətləndirmələr əsasında həyata keçirilir. Hazırda Nazim İsayev Gəncə Gömrük İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb və qarşıdakı dövrdə idarənin fəaliyyəti, görüləcək işlər və mümkün dəyişikliklər diqqətlə izləniləcək. Mövzu ilə bağlı rəsmi açıqlamalar olduqda ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir.